Salamünaleyküm. Mən hər deyirəm video çəkməyəcəm, canlı açmayacağam, amma məni məcbur edirlər, mən video çəkirəm. Dünən bu axırıncı videomdan sonra bu xəbərsiz Rəşad ad vermişəm. Xəbərsiz Rəşad. Keçmişindən xəbərsiz Rəşad. O ad sənin bu palojnandır, bu palojna belə olur. Sən olmayan şeyləri danışsan eləyirsən, mən sən faktları danışıram. Sən danışdığın şeye sübut koya bilmezsen ben fakta sübut koyabilirim. Bu fərqimiz də budur. Dünən o kadar fake hesabı açılıb ben söylürəm, fake'dir. O söyleyenler var ha, siz çok bədbəxt adamsınız, çok yazıq adamsınız. Sizin öz fikriniz yoxdur, başa düşsən. Siz çırbansınız, siz yazıqsınız. Öz düşüncesi olmayan yazıq kütləsiz ki, kimsə sizə zəng eləyir. Davay bunu söyle, buna belə yaz. Siz non sözünə eləyirsiniz. Mənə yazdığınız bütün söyüşlər Rüfətindir, Rəşadındır, Muradındır. Murad, gicdirlər, sən nə adam oldun, ha? Dalıboy yox. Ərdəbildə demirdin, qardaşım, pulum yoxdur, 200 dollar ver vəziyyətdən çıxıram. Az sən əl tutmuşam. Mən sənə kişilik eləmişəm, mən sənə qohum kimi baxmışam, şey eləmişəm. Əl tutmuşam, kömək eləmişəm. Sən o qəhbə Rüfətin, o mal soxan Rüfətin gözünə girmək üçün mənə tema kimi aparmışsın sonra. Sən o qədər aciz, qorxaq, bədbəxtsən ki, yəni bu səhv eləyəndə sən göz yumursan. Çünki qorxundan, sən hələ mənə bir demişdin, hər şeyə Rəşad poxladı. Rəşad, sən kimsən, ha, bak ki? Sən ki, bir adamın kliskası kəlçə olar, kəlçə. Nədir kəlçə? Sən, Rəşad, bir də yalan danışsın, yalan danışsın. Sənin niyə bir növrün sağlamdır, onu faktla koyaram. Soxca, işine danışma. Dur, hərəkət elə, qəhbə bilən. İndi mənə yazmışsınız, axtarmışsınız, cəmaat da burada yazır ki, özün gizlənmişsən. Gizlənənin, sizin də payıdır, mənim də payım, Rüfətin də payım. Kişidə pay yoxdur, şərəfsiz, razısınız. Qəhbələr. Rəşadla Murad. Söz vermişsiniz da, gizlənir. 15 güne, bir il keçib. Niye belə də olmalıdır soxmusunuz sizə? Kimsiz ha siz? Heç kimsiz. Sizi sikəcəyəm. Əgər Rüfət söyləməyi istəmisənsə, əgər oğulsansa, özünə görə hörmətli oğlansansa, söz verirəm buradan insanlara ki, bugün Muradla Rəşad ikisindən biri çıxsın məndən söhbətə. Mən sənə daha söyleməyəcəm. Mən sözümdə duram. O qədər yazıq, bədbəxt adamsan ki, sən öz adamlarına belə söz keçirdə bilmirsən, hə? O bazarda bunlara haqsız yerə sizdən cəmaat pul alır, ha? Görürsünüz, bir dənə güclüdən pul ala bilmir. Amma şeydən, zəifdən alır. Bu kişilikdir, bu şərəfdir, bu heç bir, bu alçaqlıqdır. Bu alçaqlıqdır. Siz de onları zakona koyun. Siz onları zakona koyun ki, biz sizə bu ay pul verməyəcəyik. Get Tural'la söhbəti həll elə. Çünki Tural da mən də siz kimi bir insaydım. Problemim var idi, həll eləyə bilmədi. Elə pulumu da qaytarmadı. Özlərində bir kişi kimi aparırlar ki, belə də olmalıdır. Bunlar heç kimdir. Siz bir ay pulunuzu cibinizə qoyun. Hamınız birləşin. Bunlardan tələb eləyin ki, gedin. Tural'la söhbəti həll eləyin. Əgər şər atırsa, haqsız çıxacaqsınız. Biz sizə yenə pul verəcəyik. Eğer Tural çıkırsa, biz size işine vermeyeceğiz. Olay elədiyim göndərin üstüne. Bugün de toya gideceğim, Ərdəbildəyim. Dillər axı gizləndim. Alaqapı tərəfə. Akşam toydan da canlasacağım. Görüm kim gələ bilir. Yəni belə. Bu fake'den yazanlar götür çatır, açıq yazın. Dünyanın hansı ölkəsində olursunuz olun. Eğer görüşmək istəsiniz, mən səni görüşürəm sizi. Bu söhbətin axıcı stoldadır, ölümdür. Prosa yanıb tökülür, bura ölsüz həqiqət bilinməyəcək. O söyləyəcəm, sizin başda bir dənə onu gətirəcəm. Amma mən siz kimi qəhbə kimi bir nəfərin üstə 10 nəfər salan adam böyle. Rəşad, sən qəhbəsən, sən avara döyürsən, sən götsən. Murad, sən də götsən. Özdə bu qədər hörmətsiz varsa zəngin. Deyirsiniz, itər burada işləyir. Girdirlər. 800 gün var ha, istədiyim kimi qulluğumda durdunuz. Gəl deyirdim, gəlirdiniz Moskvada, get deyirdim, gedirdiniz.
Murad necə oğluya hörmət edir? 80 dəfə Murada sövmüşəm Rüfəti. Burada göstərəcəm Muradın səki belə kidir, oğluya pul vermişsən, də alınmayıb, başqa problem olar. Oğlu kimdir? Kimdir Rüfət? Rüfət kimdir? Rüfət kim olduğunu böyle olun. Bir tərəfdə Murad, bir tərəfdə Rəşad, başçıları da Rüfət. Kim olduğu bəllidir. Bax, o yazanlara deyirəm, ay gicdillahlar, ay qəhbələr, mən qaçmışam, mən ortadayam, nömrələrim açıldı, zəng eləsinlər, görüşürəm. Zəng etsə, yoxsa bütün türmələrə proqon yazdıracam, oğuz solu qurulacaq. Yəni, Rüfətin qəhbə proqon edəcək. Azərbaycan türmələrinə də, Rusiya türmələrinə də, bunlara qorunmaq üçün pul verən kütlə verməyin. Bunlara mən stop qoymuşam. Mən mujikəm. Stop qoymuşam. Bunlar qəhbədir. Darda olan adamdan heç kim istifadə eləməz. Hələ dost, qardaş sözü ilə vapşı istifadə eləməz. Bunlar əgər düzdürlərsə çıxsınlar ortaya, lap Rəşad çıxsın, Murad çıxsın. Olan ikisini də əzərəm, əzəcəm də, yəni haqqı göstərəcəm. Bunlar necə yalansa, bunlar pula görə, pula görə. Valideynlərində söyləyirlər, mən üçün o söyüşləyənlər var ha. Siz mənə düzgün nömrədən zəng edib, düzgün görüş yeridirsiz, sizi var ha. Elə video sizdən çəkdirərəm ki, həyatı boyu belə video YouTube'da zaten qabağına çıxmayıb. Sizə elə bir nə işgəncəni uygulayaram ki, yəni yatsız yuxunda görməsin, Çin işgəncəsi o yanında işinə qalar. Onsuz mən bilmirəm sizə necə işgəncə verəcəm, o ayrı. Kişi olun, ay bazar əhli, ay Azərbaycan xalqı, Moskvada olan, ay bunlara qorunmaq üçün pul verən, xahiş edirəm sizdən bir insan kimi, bir vətəndaşız kimi. Siz də bunları zakona qoyun, deyin ki, bax burada sizə baş qaldıran bir adam var, deyir haqqam. Gedin onu susturun, məni, gəlib sustursunlar, sonra təzdən verin. Mən sizə söz verirəm, sustursunlar, verin 2 qat. Mən sizə borclu olaram 2 qata, verin 2 qat. Onu mən sizə qaytararam, 1 ayda 2 qat verərsiniz. Onu mən sizin yerinizə verəcəm. Düzdürlərsə gəlsinlər. Bundan o yana mən bunları üstümə necə qızışdırım? Yəni, bundan elə faktdır ki, bu Rəşad Dalbayov yalan danışır, şər danışır, böhtan danışır. Amma Rəşadın adı var, xəbərsiz Rəşad. Rəşad, bu xəbər sən tutdun mən sənə nə deyirəm. Bir də ağzı açıb, şey eləsin, artıqa silansın. Mən daha sən kimi fake hesabdan ona buna mesaj yazır adam deyirəm, birbaşa özüm qoyacağım. Sizlə fərqiniz mənim oldu, siz ona buna deyirsiniz, mənim özüm çəkib qoyuram. İndi bəlkə biraz qeyrət eləsiniz, Kanadadadır, yoxsa boş söhbətdir. Murad, bugün nə bişirəcəksən? Bazarlıq eləmişsən?